Əzərov Elşad, 2019-cu ildən Qızılağac Milli Parkında bələdçi vəzifəsində çalışıram. Milli Park 2018-ci ildə Cənab Prezidentin sərəncamına əsasən yaradılmışdı və həmin ildən Həmkarlar İttifaqının üzvüdür. Qızılağac Milli Parkı əvvəllər Qızılağac Dövlət Təbiət Qoruğu adlanmışdır. Qoruq 1929-cu ildə yaradılmışdı. Burada zəngin flora və fauna mövcuddur. Simvolu isə flamingo quşudur. Əsas məqsəd nadir bitki və heyvan növlərinin, eləcə də təbii landşaftların qorunmasıdır. Parkda 7 turist marşrutu fəaliyyət göstərir və əsasən quşların müşahidəsi həyata keçirilir. Eyni zamanda brakonyerliyə qarşı mübarizə məqsədi ilə xüsusi mühafizə postları fəaliyyət göstərir. Milli Parkın əməkdaşları Həmkarlar İttifaqı tərəfindən keçirilən sosial dəstək layihələrindən faydalanırlar. Sağlamlıq problemləri və fövqəladə hallar ilə bağlı əməkdaşlar üçün sosial dəstək tədbirləri icra olunub. O cümlədən müharibə iştirakçısı olan əməkdaşlara xüsusi diqqət və qayğı göstərilir. Qızılağac Milli Parkı 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ilim müəssisəsi adına layiq görülmüşdür. Babayeva Gülnar, 2012-ci ildən Qızılağac Milli Parkının əməkdaşıyam. Elə həmin ildən də Həmkarlar İttifaqının üzvüyəm. Bu illər ərzində Həmkarlar İttifaqının göstərdiyi diqqət və qayğını daim hiss etmişəm. Qurban Bayramı münasibəti ilə alış-veriş kartdan mənə də təqdim olunmuşdu. Rəhbərliyi ilə yanaşı Həmkarlar İttifaqı da əməkdaşların təhlükəsiz və sağlam şəraitdə çalışmasına diqqət göstərir. Mütəmadi şəkildə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair maarifləndirici tədbirlər keçirilir. Fevral ayında Həmkarlar İttifaqının təşkilatçılığı ilə əməyin təhlükəsizliyinə dair keçirilən təlimdə əməkdaşlarımız fəal iştirak ediblər. Düşünürəm ki, bu cür maarifləndirici tədbirlər əməkdaşların təhlükəsizlik qaydaları üzrə biliklərinin artırılmasına mühüm töhfə verir.